Bu modelə baxanda da biz eyni siqnalı görürük ki, troposferin orta qatlarındakı soyuq havanın tədricən fevralın 27-si və 28-sində rütubətlə toqquşaraq Qafqaz arasına doğru yaxınlaşması müşahidə ediləcək. Lakin parametrləri diqqətlə izləyəndə biz görürük ki, bu soyuq havanın gücü çox da güclü deyil. Çox da güclü olmadığı üçün bu soyuq havanın yəni çox güclü olması ehtimalı zəifdir. Daha çox atmosferdəki nəmin çox olması nəticəsində bu soyuq hava ilə nəmin birləşməsi çöldə hiss edilən temperaturu insanın hiss etdiyi temperaturu aşağı hiss olunacaq. Lakin termometrlərin real göstərici isə Bakıda 0 dərəcədən yuxarı olacaq. Yəni troposferin aşağı və orta qatlarındakı nəm artanda temperatur artır, hava yumşalır. Lakin bu yumuşalma eyni zamanda soyuq hava ilə toqquşaraq intensiv, güclü və aramsız xarakterli yanğınların yağmasına səbəb olur. Yəni əgər troposferin orta qatlarında temperaturun artmağını biz müşahidə ediriksə, bu o deməkdir ki, artıq bu rütubət nəm troposferin orta qatlarına doğru yığılır və bu qarşıdakı günlərdə artıq soyuq hava ilə toqquşaraq kifayət qədər təhlükəli, intensiv və aramsız xarakterli yanğınların yağması işarəsini əvəzlə bizə bildirir. Bu modelə baxaraq da biz ona görürük ki, fevralın 27-si və 28-sində Bakıda, mərkəzi Aranda və Azərbaycan demək ki, əksər rayonlarında, Dağətəyi və Dağlıq kəndlərində, eyni zamanda düzənlik ərazilərində, şəhər mərkəzlərində yanğınların intensiv və güclü olması gözlənilir. Küləklərin güclənməsi gözlənilir. Maksimal küləyin sürətinin həddinin Bakıda 100 km-dən artması ehtimalı var. Yəni Xəzər küləyinin maksimal həddi fevralın 27-si axşama doğru və 28-sində 100 km-dən artıq əsə bilər ki, bu da o deməkdir ki, bu artıq tam bir fırtına, hətta qasırğaya bənzər bir fırtınanın baş verməsi ehtimalı var.